konfrans iştirakçıları biz sizi salamlayırıq. Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğu adından biz sizə hamınızı salamlayırıq. Bugün bizim gözəl bir proqram üzərində seminarımız var. Seminarımızın da xüsusi qonaqları aylığı çərçivəsində insan və uşaq hüquqlarının təbliği. Bizim məruzəçilərimiz var. Birinci məruzəçimiz buradadır. Gəncə şəhərində yaşayan millət vəkili Pərvin xanım buradadır. Buyurun Pərvin xanım. Pərvin xanım buyurun. Pərvin xanım. Pərvin xanım buyurun. Bilirəm ki, qoşulursunuz. Pərvin xanım, elə sizi gözləyirəm. Pərvin xanım yoxdur. Bizim Bakıdan insan hüquqları üzrə politologumuz Sənan İbrahimov qoşula bilmədi. Onun köməkçisi Hüseyin müəllim buradadır. Buyurun Hüseyin müəllim. Hüseyin müəllim. Hüseyin müəllim, siz buradasınız. Buyurun, səsiniz gəlmir. Deyir, məndə Pərvin xanım deyir, necə olursa çıxır Vəfa, necə ola bilər görən. Pərvin xanım bir qoşuluram, link atır, nətər olursa, bizə dəqiqə gözləyin, Pərvin xanım qoşulur, millət vəkilimiz Pərvin xanım. Hüseyin müəllim burada olmalıdır. Hüseyin müəllim buyurun. Bizim hörmətli tədbir iştirakçılarımız, biz qonaqlarımıza yazmışıq, ikisi də qoşula bilmir, ancaq çalışdıqca qoşulacaqlar. Biri Şuşadadır, Pərvin xanım, oradan nəsə internet çəkmir, deyir, çalışır qoşulmağa. Bakıdan da Elmlər Akademiyasından politologumuz Sənan müəllim qoşula bilməzsə də onun köməkçisi qoşulur. Gözləyin, bircə dəqiqə xahiş olunur.
Pərvin xanım, xoş Bəli, oldunuz. bəli, xoş gördük. Buyurun Pərvin xanım, Eşidilir yəqin ki səsim. sizi gözləyirik. Hə, üzrlü hesab Gözəl eləyin. millətimizi. Kompüterdən qoşulmağa Sağ çalışdım, olun Pərvin kompüterdən xanım. Biz qoşula sizi bilmədim. səbirsizliklə gözləyirik. Bəli, bəli, bəli eşidilir. Sizin tövbələrinizi, sizin gözəl Mən sizi biraz buyurun Pərvin qırıq-qırıq xanım, eşidirəm. buyurun. Ümidvaram ki, hörmətli Gülnara xanım, əziz seminar iştirakçıları, hər birinizi xoş gördük. Bilirsiniz ki, onlayn tədbirlərin üstün cəhətləri ilə yanaşı çatışmayan cəhətləri də odur ki, bəzən adam bir cihazdan qoşula bilirsən, başqasından qoşula bilmirsən. Ona görə üzrlü hesab edin, biraz gec qoşuldum. Kompüterdən qoşulmağa çalışdım, alınmadı. Ona görə dedim telefonla qoşulum. Əslində çox gözəl bir mövzuya təsadüf edib bugünkü seminar və eyni zamanda onu da qeyd edeyim ki, gözəl günlər dövrünə təsadüf edib. Biz elə dünən sizinlə birlikdə hər birimiz Azərbaycanda Qurtuluş gününü qeyd elədik və mənə elə gəlir ki, insan hüquqlarının, uşaq hüquqlarının qorunması elə məhz həmin dövrdən başlayır. Çünki yalnız sabitliyi, müstəqilliyinin əbədiliyi, dönməzliyi olan bir dövlətdə insan hüquqları, uşaq hüquqları qoruna bilər. Ona görə icazə versəz, sizinlə də elə iştirakınızla bir neçə kəlmə Qurtuluş günü haqqında dayardım. Sonra isə insan hüquqları aylığı çərçivəsində keçirdiyiniz bu mövzuya toxunardıq. Hər kəsə bəllidir ki, 91-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdi. Xalq Cumhuriyyətinin varisi olaraq müstəqilliyini bərpa etdi. Amma məsələ 91-93-cü illər Azərbaycan tarixinin ən keşməkeşli, ən ağır dönəmlərindən biri idi. Çünki məhz o dövrdə Azərbaycan öz müstəqilliyini itirə bilərdi, Azərbaycan parçalana bilərdi, Azərbaycan ayrı-ayrı regionlara, bölgələrə, quberniyaya bölünə bilərdi. Çünki ölkənin rəhbərliyində səriştəsiz insanlar idi və onlar bu ölkəni iqtisadi, siyasi, hərbi tənəzzüldən çıxara bilmirdilər. Üstəlik bir tərəfdən torpaqlarımızın 20% işğal olunurdu və digər tərəfdən ölkədə separatçılıq meyilləri güclənirdi. Yəqin ki, xatırlayırsınız, şimalda olan qruplaşmalar, cənubda olan qruplaşmalar, bütün bunlar hamısı Azərbaycanı parçalamağa meyillənmişdilər. Və belə bir şəraitdə sözsüz ki, hansısa insan hüquqlarının qorunmasından biz danışa bilməzdik. Çünki müstəqil dövlətin konstitusiyası yox idi, insan və hüquqları qoruyan ana qanunu yox idi və buna görə də biz daha çox məhz 93-cü ilə köklənirik ki, çünki o dövrdən 15 iyun tarixindən Azərbaycan qurtuluşdan zəfərə doğru çox önəmli bir yol keçdi. 91-93-cü illər Azərbaycan üçün nə qədər ağırlı dönəmlər oldusa, 93-cü ildən çətinliklə də olsa başlayan proses Azərbaycanı sonradan zəfərə gətirib çıxartdı. Yəqin ki, bilirsiniz və bunu deməyə ehtiyac yoxdur, çünki hər kəsin bəlkə də burada olanların çoxsu o tarixdən sonra dünyaya gəliblər, amma kitablardan oxuyublar, televiziyadan eşidiblər ki, məhz Azərbaycanın ziyalıları, Azərbaycan xalqının təkidli tələbini Ulu Öndərə çatdırdılar və Ulu Öndər hakimiyyətə yenidən qayıdaraq böyük bir tarixin əsasını qoydu. Hər zaman danışanda deyirik ki, Ulu Öndərin həm memar idi, həm tarixçi idi. Düzdür, öz ixtisası üzrə tarixçi kimi fəaliyyət göstərmədi, ola bilsə memar kimi olmadı, amma tale özü bu ixtisasları ona yazmışdı. O müstəqil Azərbaycanın memarı oldu və müasir Azərbaycan tarixini yaradan bir şəxsiyyət oldu. Belə bir Alman filosof var, Schopenhauer, o həmişə deyirdi ki, istedadlı insanlar hər kəsin gördüyü hədəfi vurur, amma dahi insanlar heç kəsin görmədiyi hədəfə vurur. Məhz Ulu Öndər belə şəxsiyyətlərdən idi və Azərbaycan xalqı xoşbəxt xalqdır ki, ona belə bir şəxsiyyət bəxş edilmişdi. 93-cü ildə məhz bizim doğma Gəncə şəhərimizdə başlayan qardaş qarşıdurmasının qarşısını almaq üçün Ulu Öndər Gəncəyə gəlir. Gəncədə hadisələrlə yerində tanış olur və Bakıya qayıdaraq hadisələrin gedişatını öz nəzarətinə alır və 15 iyunda Ali Sovetin sədri seçilir və Azərbaycanın qurtuluş tarixi başlanır. Ölkədə dediyim ki, müstəqilliyi qorumaq olduqca çətin idi və ilk öncə sözsüz ki, ölkədə stabillik bərqərar olmalı idi. Vətəndaş qarşıdurmasının qarşısı alınmalı idi. Ölkədə ayrı-ayrı hərbi qüvvələr ləğv olunub, ayrı-ayrı hərbi dəstələr, daha doğrusu silahlı hərbə qanunsuz dəstələr ləğv olunub, vahid ordu yaranmalı idi və bunun
hamısının da əsasında böyük bir siyasət dayanırdı. Bizim danışacağımız, daha doğrusu danışdığımız insan hüquqları, insan azadlıqları, əlbəttə ki, bütün bunlar hamısı konstitusiyada təsbit olundu. Amma konstitusiyamız bilirsiniz ki, 95-ci ildə qəbul olunur və o 2 il müddətində ölkənin stabilləşdirilməsinə doğru addımlar atılırdı. İlk öncə əlbəttə ki, atəşkəs elan olundu. Atəşkəs ondan ötürü idi ki, ölkədə belə deyək də, güclü ordunun əsası qoyulsun. Amma hər bir güclü ordunun əsasında da bilirsiniz, güclü iqtisadiyyat dayanır və Ulu Öndər o dövrdə atəşkəs elan olunduqdan sonra əsrin müqaviləsini imzalayır. Əziz seminar iştirakçıları, əsrin müqaviləsinin nə olduğunu siz də yaxşı bilirsiniz. Bu, böyük bir neft kontraktı idi. Dünyanın 13 təqribən ən böyük şirkətləri, ən böyük dövlətləri təmsil edən 13 neft şirkəti yenicə müstəqilliyini bərpa edib və belə deyək, vətəndaş qarşıdurmasından çıxan bir ölkə ilə müqavilə imzaladılar. Əslində tarixdə belə hallar nadir hallarda görünür. Adətən böyük dövlətlər maliyyə yatırımını, investisiyaları hansı ölkəyə qoyurlar? O ölkədə sabitlik olsun, o ölkə artıq oturuşmuş bir ölkə olsun, o ölkənin gələcəyinə heç bir şübhə olmasın. Və 94-cü ildə neft kontraktı imzalanan zaman, əsrin müqaviləsi imzalanan zaman həmin böyük şirkətlərin üçün qarant sadəcə Ulu Öndərin imzası idi. Və görün, Ulu Öndər nə qədər böyük nüfuza malik bir insan idi, nə qədər böyük nüfuza malik dahi şəxsiyyət idi ki, həmin böyük dövlətlər məhz Ulu Öndərə güvənərək o neft müqaviləsini imzaladılar və Azərbaycana etibar etdilər. Bu etibar və etimad hər zaman özünü doğrultdu. Zaman keçdi, Azərbaycan təkcə regionda deyil, dünyada söz deyən ölkəyə çevrildi. Və artıq güclü iqtisadiyyatın əsası qoyulmuşdu. Ölkədə stabillik bərqərar olmuşdu. Vətəndaş qarşı durması dayanmışdı. Separatçılığın qarşısı alınmışdı və belə bir dövrdə artıq ana qanun hazırlanmağa başlayır. Dövlətimizin konstitusiyası hazırlanmağa başlayır. Konstitusiyanı hazırlayan xüsusi bir komissiya var idi və Ulu Öndər sonra özü xatirələrində deyirdi ki, bu konstitusiyanın hər bir misrası ilə mən tanışam və hər bir misrasında sözsüz ki, biz Ulu Öndər dəsti xəttini görürük. Və Azərbaycan konstitusiyası o müstəqil dövlətlərin konstitusiyalarındandır ki, orada məhz insan hüquqları, insan azadlıqları olduqca çox yerdə təsbit olunub. Bütün insanların bərabər olması qeyd olunubdur. Kişi və qadının eyni olması, hüquqlarının bərabər olması qeyd olunubdur. Və əlbəttə ki, bütün dövlətlərdə insan hüquqları haqqında biz danışırıqsa, sözsüz ki, bu əsas ana qanuna əsaslanır. Sonra isə ana qanundan irəli gələn digər qəbul olunan qanunlarda öz əksini tapır. İnsan hüquqları aylığının keçirilməsi əslində o demək deyil ki, biz sadəcə bu ayda insan hüquqlarını qorumalıyıq. Sadəcə bu ayda belə bir aylığın keçirilməsi insan hüquqlarına bir daha diqqətin yönəlməsidir. İnsan hüquqlarının bir daha önəmdə, gündəmdə saxlanmasıdır. Bilirsiniz, bəzən insanlar özləri öz hüquqlarını bilmirlər və öz hüquqlarını qoruyaraq başqasının hüququnu tapdalayırlar. Əslində biz əlbəttə ki, qanunlarımızı bilməliyik. Biz sözsüz ki, konstitusiyamızda bərqərar olmuş o insan hüquqlarını və azadlıqlarını bilməliyik. Amma ilk öncə əgər öz hüquqlarımızın qorunmasına nail oluruqsa, deməli, digər insanların da eyni hüquqları malik olduğunu bilməli və onların da hüquqlarını qorumalıyıq. Mən hüquqşünas deyiləm və sözsüz ki, hüquqlar haqqında burada ayrıca bir nəzəri fikirlər söyləmək fikrində deyiləm. Amma bir məsələni vurğulamaq istəyərdim ki, bugün doğrudan da güclü Azərbaycanda, bugün suverenliyi bütün ərazilərində bərpa olunmuş Azərbaycanda, bugün bayaq dediyim kimi tarixində olmadığı qədər güclü olan bir dövlətdə bizim hər birimizin öhdəsinə çox böyük iş düşür. Və bu işlərin sırasında həm özümüzün, həm bir-birimizin hüquqlarını qorumaq və cəmiyyətin ən həssas təbəqəsindən olan uşaqların hüquqlarının qorunmasıdır. Biz uşaqların təhsil almaq hüququnu hökmən qorumalıyıq. Uşaqların təhsil hüququnu almaq hüququnu biz qoruyacaqsa, deməli biz onları erkən nigahlardan qorumayıq. Əgər biz uşaqların təhsil almaq hüququnu qoruyacaqsa, deməli onların təhsil alması üçün yaxşı şərait yaratmalıyıq. Əgər müəllim isə, deməli onlara dərsdə yaxşı dərslər keçib, təkcə yaxşı belə deyək, biliklər verməli deyil, eyni zamanda cəmiyyət üçün faydalı bir
uşaq olaraq böyüməsinə yardımcı olmalıyıq. Bir də düşünürəm ki, uşaqların özlərinə də hər zaman biz onları kiçik də deyib hüquqlarını sadəcə öyrətməklə keçməli deyilik. Biz onlara bərabər hüquqlu, bizlərlə bərabər hüquqlu insanlar kimi yanaşaraq sözsüz ki, onların hüquqlarını qorumalıyıq. Dediyim kimi, bugün olan ən böyük problemlərdən biri, məktəblərdə olan problemlərdən biri də uşaqların təhsildən yayınmasıdır. Halbuki təhsil uşaqların ən başlıca hüququdur və bu hüquq onlara dövlət tərəfindən verilibdir və bu hüququ istər evdə valideynlər, istərsə də məktəbdə müəllimlər, təhsil verənlər və eyni zamanda ətrafda olan insanlar hökmən qorunmalıdır. Çünki bəzən olur, qonşuda, yaxud tanışda hansısa bir məsələ görəndə biz bəzən kənarda qalmağa çalışırıq, amma bu doğru deyildir. Çünki uşaqların hüquqlarını qorumaq hər birimizin borcudur. Dediyim kimi, bugün bizim bütün hüquqlarımız ana qanunumuzda, konstitusiyada öz əksini tapır. Milli Məclisdə bilirsiniz, qanunlar qəbul olunur, onların sırasında uşaq hüquqları ilə bağlı çox böyük irəliləyişlər var və bizim çox mükəmməl qanunvericilik bazamız var. Amma bu qanunvericilik bazasının icra olunmasında hər birimizin üzərinə çox böyük məsuliyyət və böyük iş düşür. Çünki qanun varsa bunu təbliğ etmək lazımdır. Qanun varsa ona icra etmək lazımdır. Qanun varsa hökmən ona riayət etmək lazımdır ki, uşaqlarımızın da gələcəyi daha da işıqlı olsun. Çünki hər kəsə bəllidir ki, bugünün uşağı sabahın bu cəmiyyətin ən belə deyək də aparıcı qüvvəsidir. Bugünün uşağı sabahın gəncidir və bu cəmiyyətin əsas kadrıdır, fəaliyyət göstərənidir. Ona görə biz həm insan hüquqlarını, həm uşaq hüquqlarını hökmən qorumalıyıq və bu təkcə bir ay çərçivəsində dediyim kimi deyil, bu il boyu, hər gün, hər saat, hər an olmalıdır. Və hər bir insan əgər öz işlədiyi yerdə, öz çalışdığı yerdə insanların hüququnu qoruyacaqsa, elə öz hüququnu qorumuş olacaq. Çünki biz tarixi ədalətlə bərabər hər zaman sosial ədaləti də qorumalıyıq. Hər zaman insanların dediyim kimi hüquqlarına, bir-birimizin hüquqlarına çox böyük hörmət və diqqətlə yanaşmalıyıq. Bilmirəm nə qədər zamanım var idi. Mən çalışdım həm qurtuluşdan, həm insan hüquqlarından danışdım. Əgər kimsə yenə danışmaq istəyirsə, müzakirə şəklində davam etmək istəyirsə, məmnuniyyətlə qoşularam. Çox sağ olun Pərvin xanım. Bizim üçün həmişə əzizimizsiniz. Bizim üçün həmişə dəyərli sözlərinizə ehtiyacımız var. İnsan hüquqları bilirsiniz ki, Ulu Öndərimizin qoyduğu bizə kəlamlardır. İnsan hüquqlarının qorunması da 18 iyun bizim üçün qəbul olunmuş bir gündür. Bizim növbəti çıxışımız var. İstənmədik ki, sizdən önə keçsin. Bakıdan Elmlər Akademiyasından bizim fəlsəfə elmləri doktoru Hüseyn müəllimdir. Hüseyn İbrahimov dedi, Pərvin xanım danışması, mən çıxışa yenə qoşulmaq istəmədi sizdən öncə. Ona görə buyurun Hüseyn müəllim. Bakıda Elmlər Akademiyasından Hüseyn müəllimdir, növbəti qonağımız. Kimin də sualları varsa, buyurun bizim hörmətli xanımımız Pərvin xanıma sualları verə bilərlər. Buyurun Hüseyn müəllim. Çox sağ olun, hörmətli. Çox sağ olun, hörmətli Günara xanım. Eşidirsiniz mi? Eşidilir? Bəli, bəli. Buyurun, eşidilir. Sağ olun Hüseyin müəllim. Bu bizim üçün görə sağ olun. Buyurun. Bu tədbir münasibəti ilə tədbirinizi salamlayıram mən də öz tərəfimdən. Həqiqətən də belə tədbirlərə çox böyük, geniş ehtiyac var. Biz tariximizin, yaxın tariximizin mühüm günlərini, mühüm anlarını, mühüm proseslərini həmişə bir araya gətirməyimiz, xüsusən də insan hüquqları sahəsində olan, son illərdə olan inkişafımızın və eyni zamanda bizim yalnız insan hüquqları deyil, bütün cəmiyyətdə gedən, bütün progressiv inkişafı özündə əks etdirən bir çox məsələləri özündə müzakirə etməyimiz bütünlükdə həm bizim cəmiyyətimizin və dövlətimizin gələcəyi üçün, eyni zamanda onun vətəndaşlarının daha gələcəyə inanlı və daha da mükəmməl maariflənməsi üçün əhəmiyyətli olan məsələlərdəndir. Burada bizim həmkarlardan hörmətli Pərvin xanım səhv eləmirəmsə qeyd etdi də, ki, bəs deməli Azərbaycanda bəli biz yaxın günlərdə ümumi liderin deməli qayıdışı gününü qeyd etdik. Bu mühüm bayram, bu mühüm gün, tarixi gün bizim bütün vətəndaşlarımızın, bütün xalqımızın artıq milli bir bayramı silsiləsinə daxil olan bir gündür.
və günbəgün də onun önəmi, əhəmiyyətini bizi həmin illərdən bir tarix ayırdıqca həmin anın, həmin günün daha böyük bir şanlı tarix olması və nə qədər çətinliklər bahasına Ulu Öndərin Heydər Əliyevin deməli, bəs bu Azərbaycanın müstəqilliyini, onun deməli, vətəndaşlarının hüquqlarının, istərsə də həmin dövrdə ailə dəyərlərinin, bütünlükdə isə yeni qanunun, yeni hüquqların təsbit olunmasının da əsası, məsələn, bayaq səsləndiyi kimi elə məhz Ulu Öndərin qayıdışı ilə başlamışdı. Həmin ərəfədə ilk məsələlərdən biri Azərbaycan Respublikasının təbii ki, Konstitusiyasının qəbulu məsələsi idi və Konstitusiyanın maddələrində yeni dəyişikliklərə ehtiyac vardı. Konstitusiya maddələrinin hazırlanmasını Ulu Öndər hələ Naxçıvanda olanda dövrdə onu düşündürürdü təbii ki və nəzərə almalıyıq ki, bizim Konstitusiyamızın məhz həmin dövrdə Sovetlər Birliyindən ayrılan ölkələr öz konstitusiyalarını əlavə və dəyişikliklər edərək onu deməli həm də bu göndərilirdi deməli həm Birləşmiş Millətlər Təşkilatının, həm Avropa Şurası həmin dövlətlərin yeni konstitusiyalarına baxırdılar, gənc müstəqil dövlətlərin və həmin dövrdə regionda bizim deməli Ulu Öndərin birbaşa olaraq deməli rəhbərliyi və redaktiyası altında Azərbaycan Respublikasının o dövrdə qəbul olunan konstitusiyasının ilkin mərhələsi nəs göndərildikdə o öz ən böyük səslərdən birini toplamışdı. Bu da təsadüfi deyildi, çünki Ulu Öndər orada konstitusiyada bütün məsələlərin təfərrüatlı şəkildə nəzərə alınmasını və dövrün tələblərinə uyğunlaşdırılması məsələsini xüsusi olaraq irəli sürmüşdü. Burada həm insan hüquqları, həm uşaq hüquqları və həm ailə məsələsi ilə bağlı, həm ailənin, həm fərdin, həm şəxsiyyətin hüquqlarının konstitusiyada müasir dövrün tələbləri çərçivəsində yer almasını, yeni müstəqil dövlətin konstitusiyasının bu tələblərə cavab verməsini xüsusi olaraq önə çəkmiş və xüsusi olaraq orada təsbit olunmasına nəzarət etmişdir. Və həmçinin konstitusiyada həmin dövrdə qəbul olunan konstitusiyada pluralizm, demokratiya, bazar iqtisadiyyatı və buna insanların hüquqlarını bu kimi məsələlərlə bağlı da olan paradigmalar, bu məsələlər ətrafında olan, bu ideyalar ətrafında olan məsələlər də birbaşa insanların hüquqlarına təsir edən məsələlər idi. İstər seçki hüquqlarına, istər onların siyasi hüquqlarına, azadlıqlarına və bütün bunların hamısının geniş şəkildə təsbit olunaraq məhz konstitusiyamızda bu əlavə dəyişikliklərdə həmin dövrdə öz əksini tapdı. Və həmin illərdən sonra artıq ikinci, üçüncü dəfədə konstitusiyamızda bizim əlavə dəyişikliklər olundu və ilbəil də bu əlavə dəyişikliklərin əsas məqsədi də və eyni zamanda qəbul olunan müxtəlif normativ aktlar və sərəncamlar da bunlar hamısı biz hamısını bir araya yığıb müqayisəli təhlil etdikdə o zaman görürük ki, bütün qəbul olunan qanunların əsas hədəfi məhz insan hüquqlarına deməli hədəflənmişdir. Və biz görürük ki, Azərbaycanın həmçinin ratifikasiya etdiyi müxtəlif qanunverici aktlarının hansı ki onların ratifikasiya olunaraq qanunlaşaraq Azərbaycan Respublikası qanunu səviyyəsində işləmişdir. Bu ratifikasiya olmuş qanunların bir çoxusu, əksər hissəsi, məhz 50%-dən çoxu insan hüquq azadlıqlarını əks etdirir. Və insan hüquqlarını istər uşaq hüquqları sahəsində olsun, istər seçkilərlə bağlı olsun, istər azadlıqlarla bağlı olsun, istər digər məsələlərlə bağlı olsun, bütün hamısı əksəriyyəti məhz hüquqlar, azadlıqlar, insan hüquqları və azadlıqlarına həsr olunmuşdur. Və bütün bunların hamısı ona göstərir ki, Azərbaycan həmişə regionda insan hüquq və azadlıqlarının qanunvericilik və icrası sahəsində həmişə ölkədə öndə gedən ölkələrdən olmuşdur və nümunəvi ölkələrdən olmuşdur. Və ona görə də məsələ biz torpaqlarımız işğal altında olduğu dövrdə düşmənlər tərəfindən biz həmişə öz hüquqlarımızı, öz haqlarımızı
Bax, bu baxımdan böyük bir iradə ilə bizim dövlətimizin başçısı həm Ulu Öndər Heydər Əliyev, həm cənab İlham Əliyev tərəfindən həmişə qəti şəkildə ən ali kürsülərdə, həm BMT-də, həm Avropa İttifaqında, həm Avropa Şurasında, həm bütünlükdə həmişə ən ali kürsülərdə dövlət rəhbərlərimiz həmişə bu Azərbaycanın haqlı səsini, düzgün, haqqın, ədalətin səsini çox əzimli şəkildə ortaya qoymuşdur. Və təbii ki, məhz bu ali hüquqların cəmiyyətə ötürüldüyü, ali hüquqların, insan hüquqlarının konstitusiyada yüksək yer aldığı bir dövlətin təbii ki, öz ərazi bütövlüyünü təmin etməsi üçün BMT-nin icra olunmamış o qətnamələrini də icrasını öz gücü ilə həyata keçirə bildi. Və bütün bizim bu günlərim suverenliyimizi əldə etmiş bir müstəqil dövləti və suverenliyimizin nə qədər ali nemət olması məsələsi də məhz bizim bu insan hüquqları sahəsində həmişə öndə getməyimizlə bağlı olmuşdur. Bizim ölkədə bu günlərim elə ölkələr var ki, nə qədər inkişaf etmiş ölkələrdir ki, Avropanın, məsələn, orada insanlar metroda və yaxud gecə saatlarında demək olar ki, sərbəst gezə bilmirlər, sərbəst hərəkət edə bilmirlər. Baxmayaraq ki, bu ölkələr onlara çox qanunların həmişə necə deyərlər, ixracatına çevirən ölkələrdir ki, bu bir sıra konvensiyaları onlar təsbit edən, önünə gedən ölkələr olmuşdur. Ancaq gecə saatlarında o ölkələrdə, hansısa küçələrdə gəzmək və xarici bir vətəndaşın gəzməsi təhlükəlidir. Və insanların hüquqları, təhlükəsiz hüquqları cəmiyyətlərdə qorunmur. Ancaq biz təsəvvür edin ki, Azərbaycan çox qısa bir zamanda bu insan hüquqları sahəsində, yəni bütün insanların bərabərliyi və bərabər hüquqların qorunması sahəsində o qədər geniş həm qanunvericiliyə, həm onun icrası mexanizmlərinə o dərəcədə Azərbaycan riayət edərək onu həyata keçirmişdir ki, bugün məsələn, biz rastlaşırıq, hərdən monitorinqlər aparırıq, bilmədən sorğular keçiririk. Biz görürük ki, elə xarici vətəndaşlar gələndə bizim ölkəmizdə istər gecə saatlarında olsun, istər bir əyləncə yerlərində olsun, özlərini ölkəmizdə, o Avropa ölkələrindən gələn insanlar daha təhlükəsiz və daha sərbəst hiss etdiklərini deyirlər. Bunlar təsadüfi məsələlər deyil, bunlar böyük gərgin işlərin nəticəsidir, dövlətimizin böyük işlərinin nəticəsidir, bu sahədə gördüyü uğurların nəticəsidir. Və bu günlərin bunun hamısı bütünlükdə götürdükdə cəmiyyətimizin həm də sağlamlığı, gələcək nəslin sağlamlığı, ölkənin təhlükəsizliyi, cəmiyyətin təhlükəsizliyi naminə edən məsələlərdəndir. Bu günlərin cəmiyyətdə əsas məsələlərdən biri də bu günlərin mən öz çıxışımı bir məsələ üzərində cəmləşmək istərdim ki, yeniyetmə və gənclərin demək olar ki, bir ailənin öz uşaqlara verdiyi, öz belə götürək normalar, bir də var hansısa sanksiyalaşmış normalar. Və bu günlərin ailələrdə gənclərə və yeniyetmələrə nəzarət mexanizmləri demək olar ki, bir qədər zəifləyib. Yəni, ailələr gənclərimizin sosial şəbəkələrdən, sosial mediadan istifadəsi məsələlərinə tam nəzarət edə bilmirlər və yaxud etməyə bacarmırlar. Eləsi var, bacarır, onların vaxtları yoxdur. Eləsi var, etmək istəmirlər. Bunlar bilirsiniz, çox ciddi məsələlərdir. Çünki belə bir məsələ var. Ən böyük nəzarət, sosial nəzarət fərdin öz üzərində olan nəzarətidir. İnsanın öz üzərində olan nəzarətidir. Bu nəzarət olanda insanın məsuliyyəti, şəxsiyyətin formalaşması, şəxsiyyətin sosiallaşması, onun unikal, demokratik və ənənələrə, eyni zamanda qanunlara uyğun, müvafiq sosiallaşması, onun harmonik sosiallaşması prosesi məhz ailədən əsası qoyulur. Və bu sosiallaşma hüquqlarla bağlı, insan hüquqları ilə bağlı çox ciddi məsələlərdir. Və bu günlərim biz baxırıq ki, məhz bu günlərim onlayn şəbəkələrdən, müxtəlif
vasitələrdən istifadə edən yeniyetmə və gənclər arasında bir vulqar sosiallaşma gedir. Və bu vulqar sosiallaşma onların özünə nəzarətin azalmasına səbəb olur. Özünə nəzarəti azalan fərd şəxsiyyətin sosiallaşma problemləri yaranır. Sosiallaşma problemləri yaranan fərdin, şəxsiyyətin qanunlara rəayəti azalar. Bax, bu günlərin biz o qərb cəmiyyətlərinin hansı ki qanunları dünyaya ötürməkdə həmişə insan hüquqları sahəsində həvəskar və iddialı olublar. Onlar o cəmiyyətlərin bugün regressiv inkişafının və geri getməsi səbəbləri nədir? Həmin bu ailə institutuna da olan sosial mediaya nəzarətsizliyin nəticəsində həmin məsələlər yaranmışdır. Və bu günlərin çox yaxşı bir yerində məsələlərdəndir ki, dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən bu sahədə müvafiq sərəncamlar imzalanmışdır. Xüsusən orta təhsil müəssisələrində artıq bu istiqamətdə süni intellektlə bağlı müvafiq deməli ixtisas yönümlü və bu məsələlərə nəzarət üçün kadrların hazırlanması məsələsi, eyni zamanda ölkəmizdə biz bilirik kiber təhlükəsizliyə qarşı mübarizə idarəsində fəaliyyət göstərir və həmçinin ölkəmizdə bizim yaxın günlərdə yenə də cənab prezidentin müvafiq sərəncamı ilə deməli kiber təhlükəsizliklə mübarizə agentliyinin yaranması haqqında sərəncam verildi. Həmçinin də bizdə yaxın qarşıdakı bir ildə ailə institutunun özünün övladlara, uşaqlara, yeniyetmələrə, onların gizliyi sosial şəbəkələrə nəzarətin artırılması və bu şəbəkələrə girişin özünün